Cudəxanı kəndinin Ləhəc bağları ərazisində tənha evlərin yerləşdiyi ərazidə baxımsız uçub dağılmış bir tikili diqqət çəkir. Yerli sakinlərin köhnə məscid adlandırdıqları bu ovxalanmış divarların yaxınlığında köhnə bir qəbir daşı mövcuddur. Bu qəbir Azərbaycanlı xeyriyyəçi Hacı Sultanəli Haşimoğluna məxsusdur. Məzar sahibi vaxtilə milyonçu, xeyriyyəçi Bakıda bir neçə məscid, məktəb və abidə inşa etdirən nüfuzlu bir şəxs olub. 1851-ci ildə Balaxanıda doğulan Hacı Sultanəli dövrünün ən imkanlı şəxslərindən biri sayılırdı. Onun vəsaiti hesabına Bakının mərkəzində inşa edilən Hacı Sultanəli məscidi bugün də tanınan dini memarlıq nümunələrindəndir. Ömrünün sonuna yaxın o, Ləhəc bağlarında tikdirdiyi məscidin yanında dəfn olunmağı vəsiyyət edib. Sovet illərində bu məscidin fəaliyyəti dayandırılıb. Sonralar qızıl axtaran qarətçilərin hücumları nəticəsində tikili tamamilə dağılmağa başlayıb. Bugün isə həmin ərazidəki məscidin qalıqları və milyonçunun dağılan məzarı miskin bir mənzərə yaradır.